Bu dərsimizdə bir kanallı relé modulunun S1, S2 girişlərinə qoşulmuş elektrik açarı və onun switch mode, yəni açar rejimləri haqqında danışacağım. Relénin işlək olub olmadığını ilk öncə yoxlayaq. Mən həm relénin üzərindəki düymədən klikləyərək test edirəm, həm də ekrandan klikləyirəm, planşetdən. Hər şey qaydasındadır. Gördüyünüz kimi ikili elektrik açarıdır. Bunun sol tərəfdə olanını mən reləyə bağlamışam və relənin çıxışında da bir ədəd LED mövcuddur. Buradakı gərginlik kabeli ilə də ümumi modulun enerjisini təmin edirəm. Mini R4 relé moduluna daxil olduqda sağ yuxarı küncdə 3 nöqtədən parametrlər bölməsinə keçirik. Burada biraz aşağıda Device Settings bölməsində Switch Mode seçimi var. Bura daxil olanda yenə qarşımızda iki seçim mövcuddur. Mode və Detach Relay. İlk öncə biz Mode haqqında danışacağıq. Mode hissəsinə keçəndə elektrik açarı yuvaları, yəni S1, S2, Switch 1, Switch 2 yuvalarında hansı modlardan, rejimlərdən istifadə etmək olar? Bunlar bizim qarşımıza çıxır. Pulse Mode, Edge Mode və Following Mode. Relé modulunu ən birinci dəfə alanda və enerjiyə qoşub tətbiqimizə tanıdanda by default olaraq Edge modda gəlir. Yəni öz üstündə Edge mod olaraq gəlir. Biz indi bunu Edge mod olaraq yoxlayaq. Daha sonra o birisi modları da bir-bir test edək. Edge mod nədir? Bu modda elektrik açarının kontaktının vəziyyətini relé oxuyur və buna uyğun olaraq lampanın vəziyyətini dəyişir. Misal üçün, hal-hazırda gördüyünüz kimi elektrik açarı sönülü vəziyyətdədir. İndi mən yandırıram, yəni açarı qapıyıram, nəticədə bura siqnal gedir və Mini R4 relé modulu başa düşür, nəticədə LED-i yandırır. Tərsinə olanda yenə söndürür. Kontaktın keçmə vəziyyətini, yəni bu formada açıq ya qapalı olma vəziyyətini özü nəzərində saxlayır. Yenə yanılıdır, sönülüdür. İndi belə bir şey test eləyirəm. Yandırıram. Relənin üstündəki düymədən, baxın, söndürdüm reləni. Hal-hazırda amma kontakt qapalı vəziyyəti göstərir. İndi mən bunu belə eləyib kontaktı açsam belə, reləyə gələn siqnala görə lampanı yandırır. Nəticədə bizdə Edge modda relé elektrik açarının kontaktlarının vəziyyətini izləməyinə görə çıxışdakı yükü idarə eləyir. Bir daha, baxmayaraq ki, kontakt sönülü vəziyyətdədir, açıq vəziyyətdədir, amma lampa yanır. Məsələn, buradan basıb söndürsəm, artıq bu formada eləyəndə yenə yandıracaq, indi söndürəcək. Edge mod haqqında düşünürəm ki, artıq sizə bəlli oldu. Növbəti mod bizdə Following moddur. Keçid edirəm. Burada Reverse adlı bir seçim çıxır bizim qarşımıza. Hələ ki bu qalsın. İlk öncə save edirəm ki, Following moda keçdiyimi nəzərə alsın. Following mod nədir? Elektrik açarının qapalı yaxud da açıq olduğunu nəzərə alaraq çıxışdakı lampanı yandırır ya da söndürür. Məsələn, hal-hazırda açar açıqdırsa LED sönülü vəziyyətdə olmalıdır. Açarı qapayan kimi LED-i yandıracaq. Gördüyünüz kimi bu dəqiqə açar açıqdır deyə LED sönülüdür. İndi açarı qapayıram, LED-i yandırır. Açıram, söndürür. İndi belə bir test eləyək doğruluğu yoxlamaq üçün. Yenə yandırıram. Relənin üstündəki düymədən lampanı söndürürəm. Bu dəfə qaytarıram əvvəlki vəziyyətinə. Gördüyünüz kimi Edge moddan fərqli olaraq açar açıldıqda lampa yanmadı. Təzədən bir də bu birisi vəziyyətə qaytaranda LED-i yandırır, yenə geri eləyirəm, söndürür. Yəni açarın açıq yaxud qapalı olduğu vəziyyətləri dəqiq görür və ona uyğun olaraq reləni yandırıb söndürür. Yenidən mod bölümünə qayıdıram. Burada Following modda Reverse əmri var. Artıq Reverse əmrini seçəndə elektrik açarı qapalı olanda lampa sönəcək, açıq olanda lampa yanacaq. İndi bunu save edirəm. Əslində lampa yanmalıdır. Yanmadı. İndi söndürəndə lampa yanacaq. İndi
əslində yanmalı idi. Reverse etdiyimə görə tərs məntiqlə işlədi. Baxın bu formada. Reverse məhz bu məqsəddən istifadə olunur. Üçüncü seçim isə mod bölməsində Pulse moddur. Pulse mod adı üstündə impulsa əsaslanan bir rejim hesab olunur. Bunu ilk öncə aktivləşdirirəm və indi izah edeyim. Bunun üçün məqsədə uyğun olan açar növləri, baxın bu gördüyünüz formadır ki, momentary switch deyirlər. Başqa adla el arasında adı istifadə olunur deyə mən rusca deyəcəm. Zəng tipli, zvanok tipli elektrik açarı hesab olunur. Yəni basıb buraxma formasında. Bu xüsusilə bəzi ofislərdə, binalarda çıxış qapısına içəri tərəfdən yerləşdirilir. Yəni artıq xüsusi bir cəftə kilidə ehtiyac qalmır. Elektron kilid olduğu üçün buna kliklədikdə qapı açılır. Buna kliklənməsə, basılmasa qapı açılmır. İndi əyani tətbiqinə gəldikdə isə qısa müddətli verilən impulsa əsasən çalışır. Yəni mən kliklədim bir dəfə, yandı. Əlimi çəksəm də yanlı vəziyyətdə qalır. Bir dəfə kliklədim, söndü. Yəni bu formada. Hər dəfə impulsu görəndə ona uyğun çıxışın vəziyyətini dəyişdirir. Hər dəfə açara klikləyəndə işıq yansın, amma sizin müdaxiləniz olmasa belə bir müddət sonra avtomatik işıq sönsün. Yəni növbəti dəfə onu söndürmək üçün kimsə gedib klikləyib söndürməsin. Bunu reallaşdırmaqdan ötürü də məhz parametrlərdə inching settings deyilən bir tənzimləmə var. Burada əvvəlcə açarı aktivləşdiririk və inch müddətini, yəni o saniyəni seçirik ki, saat, dəqiqə və saniyə müddətləri var. Ən kiçik olan variant 0,5 saniyədən başlayır. Tutaq ki, siz klikləyəndə o işıq yansın və 3 saniyədən sonra özü avtomatik sönsün istəyirsiniz. 3 saniyə qoyuram, save edirəm. Statusunu isə dəyişdirirəm. Auto off vəziyyətindədir. Yəni avtomatik olaraq sönsün. Save edirəm. Bir daha save edirəm. İndi yenə klikləyirəm, relini yandırıram. Yanandan sonra 3 saniyə özü avtomatik sönməlidir. 1, 2, 3 və gördüyünüz kimi led söndü.